Azərloteriyanın 5də 5 lotereyasında 50.500 manat qazanmış bəxtəvər qalib öz şans hekayəsini izləyicilərlə bölüşüb. Bakı sakini Mühibbət Balayev ötən ay 5də 5 tirajlı lotereyasında 50.500 manat qazanaraq özü və ailəsinə böyük sevinç yaşadıb. Ən maraqlısı isə odur ki, öncə Balayev biletdə rəqəmləri səhv qeyd etdiyini düşünüb və onu zibil qabına atıb. Lakin satıcının tövsiyəsi ilə bileti geri götürüb və yüksək məbləğ udduğunun şahidi olub. Qalibin şans hekayəsi bununla da bitmir. Həmin gün o evdən çıxan zaman atası yuxuda 1 milyon qazandığını gördüyünü deyib. Mühibbət Balayev isə atasına gülümsəyərək evdən çıxıb və elə həmin gün 50.500 manat udub. O, bu qələbəsini həm də atasının xeyir duası ilə əlaqələndirib və elə ilk olaraq da sevincini onunla bölüşüb. Qazandığı məbləğlə övladına ev almağı düşündüyünü qeyd edib.